Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlər üçün birinci qrup eri alt qrup üzrə 2026-cı ildə 7 iyunda keçirilən birinci cəhd imtahanının sualların izahını verəcəm. Deməli, vaxt itirmədən birinci sualımızın izahına baxaq. Birinci sual elektron cədvəllərə aid, Excel-ə aid olan sualdır. Deyir ki, elektron cədvəldə D2 xanasında yazılmış düsturu E3 xanasına köçürdükdə E3 xanasında hansı düstur alınır? Aha. Fikir versək baxarıq ki, deməli düsturumuz D2 xanasındadır. Biz bunu köçürdürük E3 xanasına. Deməli köçürmələrə fikir versək, D sütunundan E sütuna keçid baş verib, yəni plus bir sütun bir vahid artıb. Sətrimizə də baxsaq, 2 sətrindən, ikinci sətirdən üçüncü sətrə keçirib, bu da plus 1 artıb. İndi D2 xanasında olan düsturumuz budur. Biz bunu E3 xanasına köçürsək, eyni qayda tətbiq olunacaq. Yəni buradakı xana ünvanında istifadə olunan istinadlara eyni qaydanı tətbiq edəcəyik. A2-yə tətbiq etsək, A olacaq B, amma sətir hissəsi sabit qalacaq. Niyə? Çünki mütləqdir. Üstə gərək ikinci B3-ə tətbiq etsək, B3-ün isə B sütun hissəsi sabit qalacaq. 3 hissəsi bir vahid artıb olacaq 4. Üstə gələk C1 sütununda isə hər iki tərəfimiz sabit olacaq. Çünki hər iki həm sütunu, həm də sətri mütləqdir. Üstə gələk sabit isi, yəni üstə gələk 2-yə təsir etmir. Bizdən düsturumuzu istəyir. Baxın, gəlin variantlarımızı çıxdaş eləsək, A variantı getdi. D variantına baxsaq, C1 hissəsi dəyişinə görə gedib, həmçinin E variantı qaldı B ilə C. B ilə C düstur eynidir, amma bizdən nə istəyir? Hansı düstur alınar və qiyməti neçə olar? İndi biz bunu hesablasaq, B2. B2'miz 2'dir. Üstə gələk B4'ümüz 4. Üstə gələk C1 1. Üstə gələk bu 2. Bu da edəcək 9. Deməli, düzgün cavabımız olur B variantı. 62-ci sual. 62-ci sualda Python-a aid olan sualdır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Fikir verin, for k in, yəni for dövrü vasitəsilə burada k hər dəfə dövr eləyərək verilən siyahıdan bir elementi götürür. Birinci götürəcək 21-i. 21-i götürəndə, baxın, u bərabər olacaq 21-ə. Daha sonra deyəcək ki, s bərabərdir uk. Yəni, u funksiyaya müraciət eləyəcək. Aparıb yuxarıda, yəni bu eyni s bərabərdir uk oldu. Yəni, u 21 deyək də buna. Bu deyilir u 21-ə. Bu 21-ə müraciət edəcək, bax bu hissə ilə. Bu 21-ə müraciət etdikdə B bərabər olacaq STR A, yəni bu artıq A-nın qiymətidir. Yəni A-mız bərabər oldu 21-ə. 21-ə B bərabərdir STR adısa, deməli 21-i sətr tipinə çevirdi. Daha sonra C bərabərdir list, yəni list sətri siyahıya çevirəcək. Olacaq 2 sətr formasında, 1 sətr formasında siyahının daxilində. Reverse onu tərsinə çevirəcək. Yəni olacaq 1, 2. Join isə verilən siyahını sətrə çevirəcək. Yəni B olacaq 1, 2 formasında sətr tipində. Fikir verin, artıq buradan bizə bir ipucu göstərdi ki, daxil etdiyimiz 21 idi. B artıq sonda nəticə nə olub? 12 olub. Yəni tərsinə çevirib. Aha. Sonra deyir ki, A bərabərdir A plus. A-mız neçədir? 21. Üstə gələk integer B. Çünki B-miz string tipindədir. 12. Buradan nə nəticəyə gəldik? Buradan gördük ki, biz ədədin özü ilə onun tərsini cəmlədi. Edəcək 33. Return 33-ü qaytaracaq bura. Yəni S bərabərdir U 21 idi. Bu nəyə bərabər oldu? 33-ə. Gələcək bu hissədə bu S-imizi çevirəcək sətr tipinə. Yəni 33-ü eləyəcək string tipində. Deyəcək ki, say, əgər count S0. S0-mız nədir? 0, 1, yəni 3. 3-ün sayı. Yəni S0-cı indeksdə dayanan elementin sayı ümumi S-in uzunluğuna bərabərdirmi? Baxın, S0 3-dür. 3-ün sayı neçə dənədir? 2 dənədir. Və ümumi uzunluq neçə dənədir? Ümumi uzunluq da, yəni bu 33-cü uzunluğunu tapır, bu da 2 idi. 2 bərabərdir 2-yə? Hə. Nə deməkdir bu? Yəni siyahının hansı elementləridir ki, o elementlərin özü ilə tərsini cəmlədikdə ədədin bütün rəqəmləri eyni olursa, həmin o götürdüyü elementi cəmləyir. Yəni D bərabərdir D plus K. D-miz 0-dır. Üstə gələk. K-mız nə idi? Bizim deməli K-mız burada mən o yazmışam. K bərabərdir 21-dir. K bərabərdir 21. Deməli 21 D-miz oldu 21. Sonra baxıram ki, 56-nı götürsə 56 olmayacaq. Çünki bunu topladıqda, ədədin tərsi ilə özünü topladıqda
Yəni bütün rəqəmlər eyni olan bir ədəd alınmır. Bir də gələcək 34-də olacaq. Deməli, çünki 34-ün üstünə 43 gələndə 77 ilə bütün rəqəmləri eynidir. Deməli, 21 üstə gələk 34, üstə gələk, bir də 108-də olmur, bir də 12-də olur. 12. Bunları da cəmləsək, deməli 34-ün üstünə 21, 34-ün üstünə 21, 55, 55-in üstünə 12 gələndə 67. Deməli, 62-ci sualda cavabımız B variantı. 63. Deyir, boş mətin failində aralarına bir boşluq olmaqla ardıcıl 256 dənə apple. Yazaq, verilənləri yazaq. 256 apple sözü yazılıb. Sonra 150 dənə banana. Daha sonra 200 dənə kiwi. Aha. Görək nə edir? Deyir ki, 125 dənə apple sözü seçilərək bir dəfə backspace deyil. Klavişi sıxılır. Ümumiyyətlə backspace klavişi nə edir? Kursordan soldakı simvolu silir. Amma burada seçmə funksiyası olduğuna görə 125 dənəni seçib və backspace vurduğuna görə 125 dənənin 125-ini də silir. Ümumi 250 dənə idi. Bundan 125-ini sildisə, deməli qaldı 125 dənə apple sözü. Aha, sonra nə edir? Banana sözlərinin isə hamısı seçilərək bir dəfə Ctrl X. Ctrl X nədir? Cut funksiyasıdır. Yəni kəsib götürür. Söz olduğu yerdə qalmır, faylda qalmır, amma mübadilə buferinə göndərilir. Deməli, artıq fikirləşin ki, bizim 150 dənə banana sözü vardı. 150-si də seçilib Ctrl X ilə olundusa, 150-si də getdi. Yəni 150-si də silindi. Ümumiyyətlə qaldı 0. Banana sözü yoxdur, amma mübadilə buferində var. Daha sonra kiwi sözlərinin isə hamısı seçilərək bir dəfə Ctrl-C. Aha, Ctrl-C neyinir? Ctrl-C isə kopyalayır, mübadilə buferinə göndərir, amma özü olduğu yerdə qalır. Deməli, kiwi olduğu yerdə qaldı. Artıq mübadilə buferini biz axırıncı göndərmişdik banananı. Amma indi kiwi getdiyinə görə banana yoxdur, artıq kiwi düşdü üzərə. Deməli, baxaq, indi nə deyir bizə? Deyir ki, yeni sətirdə 2 dəfə Ctrl-V klavişləri kombinasiyası sıxılarsa, nəticədə faylda neçə hərf olar? Baxın, bizdən soruşmur, ümumiyyətlə faylda neçə dənə simvollar nə olar? Simvol falan desəydi, biz burada nəyi götürərdik? Boşluqlar da nəzərə alınardı. Amma bizdən neçə hərf olduğunu soruşursa, ancaq biz hərflərə baxacağıq. Gəlin görək nə qalıb, bax. 125 dənə apple'imiz var idi. Kiwiyə heç nə eləməyib. Çünki deyir ki, kiwi haqqında, yəni kiwi sözlərinin hamısı seçilərək bir dəfə Ctrl-C olunub. Ctrl-C olunubsa, yəni olduğu yerdə qalıb, sadəcə düşüb mübadilə buferinə. 200 dənə kiwi idi, qalmışdı yerində zaten və mübadilə buferində axan dəfə kiwi gedibsə, 2 dəfə də Ctrl-V eləyirəmsə, yenidən 200 dənə kiwini yapışdırdı. Aha. Sözlərin sayını istəyir bizdən. Baxın, 125 dənə apple sözü qalıb. 125 apple sözü, hərəsi də 5 hərflidir. Apple 5 hərflidir. 125 vuraq 5. Bu elə də 625. Və ümumi neçə dənə kiwi sözü var? 600 dənə. 600 və hərəsi kiwi sözü də hərəsi 4 hərflidirsə, bu eləyəcək 2400. Bizdən ümumi hərflərin sayını istəyirsə, 625 gələndə 5, 2, 10, 3025 dənə ümumi söz var demiş faylımızda. 64-cü sual. Python dilinə yazılmış proqram nəticəsini müəyyən edin. Şərt operatorlarına aiddir. C bərabərdir B bölünsün A bölünsün 10. Birinci tam hissəni bölməni yerinə yetirir. 98-i 45-ə böldükdə tam hissə olacaq 2. 2-ni də 10-a böləndə qalıq hissəmiz 2-nin özü qalır. C 2-dir. İndi bizdən soruşur ki, A-nı C-yə böləndə A-mız 45-dir. 45-i 2-yə böləndə alınan qalıq 1-ə bərabərdirmi? Bəli. Doğru olduğuna görə düşür bu hissəni yerinə yetirəcək. B bərabərdir B bölünsün C. B-miz 98-dir. 98-i 2-yə böləndə tam hissəmiz olur 49. Aha. Deyir ki, indi 49-u 2-yə böləndə alınan qalıq 1-ə bərabərdirmi? Hə. Onda B bərabərdir B plus 1. B-miz elədi 50. If hissəsi ödəndiyinə görə burada artıq bu else keçə bilmir. Bu else-də niyə keçə bilmir? Çünki bu else bu if-ə aid olduğuna, bu if-imiz müsbət olduğuna görə bu else-imizə də keçə bilməyib. Amma bu if keçəcək. Niyə? Çünki alt-alta if-dir. Deyir, B böyükdürmü A-dan? B-miz 50, A-miz də 45-dir. Həqiqətən də B A-dan böyükdür. Onda if hissəsi doğru olduğuna görə else hissəsini keçməyəcək. Aynən B-ni cəmləyəcək. A-mız 45, B də 50 idi. Edəcək 95. Deməli, cavab oldu E variantı. 66-cı sual. 66-cı sual üçün burada əvvəlcədən qrafiki çəkmişdim ki, imtahanda, yəni daha doğrusu izahda vaxtımız getməsin sualda.
Ona görə də buradan elə istifadə edəcəm. Yəni bunu çəkmişdim. Qrafiki sadəcə olaraq çəkib hazır saxlamışdım. Baxaq, bizdən nə soruşur? Deyir Könül, Həsən, Məryəm, Nailə, Simuzər, Tahir geyim mağazasına jaket, şalvar, palto, şərf və papaq aldılar. Məlumdur ki, hər kəs 2 fərqli geyim alıb. Cəmi 1 dənə şərf var, 2 dənə palto, 2 dənə papaq, 3 dənə jaket, 4 dənə şalvar alınıb. Məryəm 1 dənə şalvar və deməli Məryəm deyir ki, 1 dənə şalvar və 1 dənə papaq alıb. Məryəmin aldıqlarına plus qoyaq, 1 şalvar alıb, 1 dənə də papaq alıb. Demək, Məryəmin artıq digər heç nəyi ala bilməz. Sonra Nailə və Simuzərin aldıqları eyni. Baxın, indi bizim artıq 2 dənə papağımız var idi. Məryəm 1 dənə şalvar, 1 dənə papaq alıbsa, deməli artıq bizim 1 dənə papağımız qaldı, 3 dənə də şalvarımız qalmış oldu. Aha, Nailə və Simuzərin aldıqları eyni. Fikir verin, Nailə ilə Simuzərin aldıqları eynidirsə, baxıram ki, mənim 1 dənə papağım varsa, deməli nə Nailə papaq ala bilməz, çünki eyni şey almalıdırlar. Nə də Simuzər papaq ala bilməz. Aha, eyni Könül və Həsənin aldıqları fərqlidir. Bu qalsın hələ ki. Şərf alan qadındır və o palto da almışdı. Şərf alan qadındırsa, deməli Həsən şərf ala bilməz, həmçinin Tahir də şərf ala bilməz. Aha, şalvar alanların 3-ü qadın, biri isə kişidir. Baxın, deməli burada da bizə deyir ki, Həsən şalvar və palto almayıb. Deməli Həsən nə şalvar ala bilməz, nə də palto ala bilməz. Yuxarıda da deyir ki, deməli şalvar alanların 3-ü qadın, biri isə kişidir. Deməli Həsən şalvar ala bilmədiyinə görə, deməli şalvar kim alıb? Tahir alıb. Tahir şalvar alıb. Aha. Sonra bir də yuxarıya baxsaq deyir, cəmi 1 dənə şərf. 1 dənə şərf var ümumiyyətlə. Cəmi 1 dənə şərf alınıb. 1 dənə şərf alınıbsa və mənə deyir ki, Nailə ilə Simuzərin aldıqları eynidirsə, Nailə ilə Simuzər, deməli Nailə ilə Simuzər şərf də ala bilməzlər. O zaman deyir ki, şərf alan qadındır. Şərf alan qadındırsa, kim qaldı? Deməli şərfi alıb Könül. Şərfi Könül alıb və həmçinin deyir ki, şərf alan qadındır və o palto da almışdır. Palto da alıb. Daha sonra deyir ki, Könül və Həsənin aldıqları fərqlidir. Deməli, artıq getdi ki, Könül şərflə papaq alıbsa, deməli Həsən jaketlə daha doğrusu palto. Burada mən səhv qoydum. Könülə. Könül deməli palto alıb. O zaman Həsən nə alıb? Jaketlə papaq. İndi baxaq, bizdən nə istəyir? Simuzər şərf və palto alıb. Baxıram ki, Simuzər şərf ala bilməz. Palto olanların ikisi kişidir. Palto olanların ikisi kişi ola bilməz, çünki deyir ki, Həsən palto almayıb. Deməli, bu da səhvdir. Həsən papaq və jaket alıb. Bəli, Həsən həqiqətən də papaq və jaket alıb. Deməli, düzgün cavabımız C variantı. 66-cı sualda düzgün cavab C variantı. 67-ci sualda HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq cədvəlin cəmi neçə xanasında mətndə qalın şriftlərdir. Bu demək olar ki, abituriyentlərin çoxunu çaşdıran bir hal olmuşdur. Abituriyentlərin çoxusu ya burada testdə strong teqini axtarmışdılar, ya da B teqini axtarıb və çoxu da və təsadüfə baxın ki, yəni sualı çaşdırmaq məqsədi ilə burada baxıblar ki, B teqidirsə, B teqi ilə olan 3 dənə xanada olacaq və cavab 3 götürüblər. Xeyr, cavabımız 3 deyil. Deməli, yadda saxlayaq ki, TH teqi, TH vasitəsilə, yəni sütun başlıqları ilə verilir, TH ilə verildikdə avtomatik mərkəzə düzləndirilmiş vəziyyətdə olur və qalın şriftlə yazılır. Neçə dənə TH-ımız var? 1, 2, 3, 4, 5. 5 dənə artıq qalın burada yazılan varmı? Üstə gələk, bir də B teqi ilə. B teqi ilə olanların biri bu. Baxın burada. Sonra strong. İkinci. Sonra hansı var burada? Qalınla yazılır. Bir də burada strong. Strongla bir qalın yazır. Üstə gələk 3. Ümumilikdə 8 dənədir. Cavabımız olacaq C variantı. Yadda saxlayırıq ki, TH ilə də veriləndə sütun başlıqları deməli mərkəzə düzləndirilmiş vəziyyətdə olur və qalın yazılır. 68-ci sual. Deyir ki, doğru olmayan fikirləri seçin. Bütün yaddaş qurğuları sistem lövhəsi üzərində yerləşir. Xeyr, bütün yaddaş qurğuları doğru olmayan deyir. Düzdür, 1 olacaq. Düşündüm ki, doğru olanları deyir. Bütün yaddaş qurğuları sistem lövhəsi üzərində yerləşir. Biri götürəcəyik, çünki doğru olmayanları deyir. Home and PJ və pitch'dan kursların idarə olunma klavişləridir. Bu doğru.
Plotter printerdən fərqli olaraq məlumatları kompüterə daxil edən qurğu. Xeyr, plotterdə, printerdə hər ikisi çıxış qurğusudur. Deməli, üçü də götürəcəyik. RAM daxili yaddaş qurğularından biri də doğru. Nüvə mərkəzi prosesorun bir vasitə hesablamış işlərin görə hissəsidir, düzdür. Bu da doğru. Deməli, düzgün cavabımız olur D variantı. 69-cu sual. Deyir ki, ayda ordinary sözünü Sezar üsulu ilə şriflədi, yəni K bərabər 4 açar vasitəsilə. Sonra alınmış şrifin tərs yazılışını. Birinci gəlin şrifləyək. Sözümüzü yazaq. Bahara göndərdi. Bahar ona gələn şrifi Sezar üsulu ilə yenidən şifrə edək. Birinci K4 açar ilə bunu şrifləyək. K4 açar ilə deyirsə, hərfin özündən sonra 4 mövqe gedirik. O hərfindən 4 mövqe gedəndə 1, 2, 3, 4. Düşəcək S-ya. Birinci hərfimiz S. Sonra R. R olanda deməli 1, 2, 3, 4. Olacaq V. D hərfini nömrələdə 4 açarla 2, 3, 4. H hərfi. İ hərfini nömrələdikdə 1, 2, 3, 4. M. N hərfini nömrələdikdə 1, 2, 3, 4 olacaq R. A hərfini nömrələdikdə 1, 2, 3, 4 E hərfi. R hərfini nömrələsək 1, 2, 3, 4 olacaq V və Y hərfini nömrələsək Y-dan sonra 1, Z hərfini 1 və qayıdacaq əvvələ. 2, 3, 4 olacaq C. Və deyir ki, alınmış şrifin tərs yazılışını. Yəni bunu tərsinə çevirsək, olacaq nə? C, V, E, R, M, H, V, S. Bu formada olacaq. Sezar yenə şriflədik və cəmləyə göndərdi. Cəmləyə gələn şrifin, yəni bunu hansısa açarla şrifləyib bu sözü və gəlib cəmləyə bu formada çıxıb. Yəni nə olub? İ, B, K, X, S, N, B, Y. Fikir versək, birinci hərf C hərfidir. Amma cəmləyə gəlib şrifi isə olub İ hərfi. Deməli, C-dan İ-yə neçə mövqe gedib? C-nin özünü saymırıq. 1, 2, 3, 4, 5, 6. Deməli, K açarımız 6-ya bərabərmiş. 70-ci sual. Deyir ki, 72 üstü 2 onluq ədədinin ikilik say sistemində yazılışında olan sıfırların sayı birlərin sayından nə qədər çoxdur? Tamam. Deməli, bizə verib 72 üstü 2. Biz bunu açsaq, yazsaq ki, yəni 72 necə yaza bilərik? 64 üstə gələk 8. 8-in kvadratı. Bu da nə deməkdir? 2 üstü 6 üstə gələk 2 üstü 3-ün kvadratı. Müxtəsər vurma düsturu kimi açsaq, 2 üstü 6-nın kvadratı edəcək 2 üstü 12. Üstə gələk 2AB, 2 vurulsun 2 üstü 6. 2 üstü 7, 2 üstü 7-ni də 3-ə vuranda, 2 üstü 3-ə vuranda 2 üstü 10. Üstə gələk 2 üstü 3-ün kvadratı da eləyəcək 2 üstü 6. İndi bizdən deyir ki, onluq ədədinin ikilik sistemdəki yazılışında sıfırların sayı. Ümumi neçə rəqəmli ədəddir bu? Ümumi 13 rəqəmli ədəddir. Ən böyük qüvvətə görə baxırıq. Ümumi 13 rəqəmli ədəddir. Olanlara 1 yazsaq, bunun 3 dənə biri var. 3 dənə biri var, 10 dənə sıfırı var. İndi bizdən soruşur ki, sıfırların sayı birlərin sayından nə qədər çoxdur? Sıfırların sayı birlərin sayından ondan çıxacaq 3-ünü 7 vahid çox olmuş olacaq. Düzgün cavabımız C variantı. 71-ci sual. Verilənlər bazası fraqmentinə əsasən sorğuna cədvəlin hansı nömrəli yazıları cavab verir? Deməli, birinci fikir versək, yəni birinci ümumidə bu mötərizənin içərisi yerinə yetirəcək. Bizdən istəyir ki, biologiyası 20-dən kiçik olanlar. Biologiyası 20-dən kiçik olanlar deyirsə, biologiyası 20-dən kiçik olanlar hansıdır? 3-dür. 4, 5. 3, 4, 5. And. Baxın, normalda bizə deyir, riyaziyyatı 20-dən böyük olur, amma qarşıdan not olduğuna görə not bura təsir edir. Deməli, böyüyün əksi, yəni 20-dən kiçik bərabər olan. Riyaziyyatı 20-dən kiçik və bərabər olanlar. Kiçik və bərabər olan hansıdır? 3-dür, 4-dür, 5-dir. 3, 4, 5. Və bunlar üçün ortaq olaraq yenə çıxdı 3, 4, 5. Bu isə yerinə yetirildi. Keçirik OR hissəsinə. OR. Fizikası deyir ki, OR. Fizikası 15-dən böyük olanlar.
Fizikası 15-dən ümumilikdə bu hissə yerinə yetirilməlidir. Bu ayrı mötərizədir. Birinci buranı yerinə yetirək. Fizikası 15-dən böyük olanlar. Fizikası 15-dən böyük olanlar hansıdır? 2-dir, 3-dür, 4-dür, 5-dir, bir də 7-dir. And və kimyası 20-dən böyük olanlar 1, 4, 5. 1, 4, 5. Aha, mötərizənin içərisini yerinə yetirsək, bunlar üçün ortaq 3, 4, 5-imiz gəlir qarşıya. Or, bunlar üçün ortaq nə çıxacaq? Bunlar üçün ortaq çıxacaq 4 ilə 5. Bu 2, 3, 4, 5 ilə 1, 4, 5 üçün ortaq olan yalnız 4 ilə 5-dir. Orada olanda heç nə olacaq elə 3, 4, 5. Yəni düzgün cavabımız C variantı. Baxaq 72-ci sualda. Bizə deyir ki, 2 müxtəlif ölçülü video fayl və informasiya həcmi 17 kilobayt olan bir ədəd mətn faylı. Birlikdə klaster ölçüsü 8 kilobayt olan diskdə 6 klaster yer tutur. Böyük həcmə malik video fayl diskdə neçə kilobayt yer tutur? Aha, tamam. 2 müxtəlif ölçülü video fayl var və informasiya 17 kilobayt bir ədəd mətn faylı var. Deməli, düşünün ki, bizim 2 dənə müxtəlif ölçülü video faylımız var. Düşünün ki, məsələn, A video faylımızdır. 2 dənə, yəni müxtəlif ölçüsündə A, B yazıram. Və bir də bilmirik neçə yaddaşda nə qədər yer tutan 17 kilobayt olan bir ədəddə 17 kilobaytlıq mətn faylımız var. Gəlin baxaq görək bu mətn faylı yaddaşda, yəni belə deyək də klaster ölçüsü 8 kilobayt olan bir diskdə nə qədər yer tutacaq? 17-ni bölərəm 8-ə. Bu da düşəcək 2 tam neçəsə. Yəni eləyəcək 3 klaster. Baxın, ümumilikdə bu 2 dənə video fayl. Üstə gələk bir dənə də mətn faylımızda C eləyək. Bir dənə mətn faylı. Birlikdə, hamısı birlikdə 6 klasteri yer tutubsa, bu 6 klasterin elə 3 klasterin mənim mətnim təşkil eləyibsə, yerdə qalıb 3 klaster. Düzdürmü? 3 klasterdir. Aha, 3 klasterdir. Düşünün ki, və deyir ki, bir ədəd mətn faylı birlikdə klaster ölçüsü 8 kilobayt olan diskdə böyük həcmə malik olan video fayl diskdə neçə kilobayt yer tutur? Mən bildim ki, mənim bu 3 klasterim mətnimindir. Yerdə qalan 3 klaster də bunlar üçündür. Bu 2 dənə faylı yerləşdirmək üçün mənim üçün ən azından, yəni belə deyək də, 2 klaster lazımdır ki, mən bu 2 dənə mətnimi, 2 dənə daha doğrusu video faylımı yerləşdirə bilim. Yəni mənim üçün ən az 2 klaster kifayət eləyər bunu yerləşdirmək üçün. Çünki yerdə qalan 3 klaster qalıb, belə deyək də, bunlar üçün də böyük həcmə malik video faylda neçə kilobayt yer tutar? Yəni bunun böyük həcminin ən böyük götürsən, yerdə qalıb 3 klaster. 3 klaster yer qalıb. Böyük həcmli faylım deməli maksimum 2 klaster yer tutmalıdır ki, 2 klasteri 1 olsun, 1 klasterdə 1 olsun, ümumiyyətlə eləsin 3 klaster. 2 klasterdirsə, ən böyük həcmli video faylım 2 klaster olacaqsa, hər klasterində 8 kilobaytdırsa, 2-ni vuracam 8-ə edəcək 16 kilobayt. Deməli, 72-ci sualda düzgün cavab E variantı. 73. 73-cü sualı əslində biz Python dilində də qarşılaşmışıq. Buna aid biz blok sxemlərin qurulmasında da, yəni alqoritm bölməsində də işləmişik. Deməli, sualı ən yaxşısı, belə deyək ki, intervallar qaydası ilə işləməkdir. Baxın, bizim deməli, görürəm ki, n-in qiyməti hər dəfə şərt olaraq n yoxlanılır. N-in qiyməti yoxlanılır. Fikir versək, burada bir dənə mən boş səhifə açım, oradan göstərim. Deməli, baxın, başlanğıcımız -100-dəndir, -100. Son dayanacaq nöqtəmiz haradır? 100-dədir. Çünki 100-ün özü də daxildir. Ədəd oxumuzu çəksək. Deməli, bu -100-dən, -100-ün özü də daxildir. 100-ün, müsbət 100-ün özü də daxildir. Və bir də burada 0 nöqtəsi qeyd edeyim. Tam mərkəzə 0 nöqtəsi qeyd edeyim. Deyir ki, S bərabərdir n-48 və bir də 79 çıxılsın n var. Düşünün ki, bu belə deyək də,
nöqtələri, yəni biraz bunu bu tərəfdən yazım ki, nöqtələrimizi qeyd eləyəndə problem yaşatmasın. Aha. Baxın, bu nöqtələr, yəni n bərabərdir 48, bir də n bərabərdir 79, mənim nöqtələrimi sıfıra çevirmə halıdır. Sıfıra çevirmə hissələri, yəni biri 79-dadır. Düşünün ki, biri daha doğrusu 48-dədir, müsbət 48, biri də 79 nöqtəsidir ki, bunlar sıfıra çevirmə halıdır. Bunlar sıfıra çevirir. Mən amma ədəd oxumun, yəni hissələrini, müsbət hissələrini və bir də mənfi hissələrini tapmalıyam ki, müsbət hissələrim hansılardır, mənfi hissələrim hansılardır. Baxın, belə bir çəksəm, ədəd oxumu çəksəm, belə bir çəkiliş etsəm, məsələn, bu hissəni qoysam, burada bir mənfi, tutaq ki, mənfi, nə qoyaq? Mənfi 70. Mənfi 70 qoysam, düşünün ki, gətirib burada yerinə qoysam, mənfi 70 çıx 48, avtomatik bu hissə mənfi eləyəcək. Və 79 çıx. 79 çıxılsın mənfi 70, bu artıq 79 dəqiqələk 70-dir. Bu da müsbət eləyir. Mənfini də müsbətə vuranda, baxın, burada gəlir, bunu vurur S-ə. Vurduqda müsbət eləyəcək. Deməli, bu hissə mənim müsbət elədisə, avtomatik bu hissə mənfi və bu hissə də müsbət olur. Yerinə qoyub, yəni hər hansı bir ədəd kimi yerinə qoyub hesablasaq, görəcəyik ki, həqiqətən də tətbiq etmiş oluruq. Bizdən nəyi istəyir? Bizdən istəyir ki, baxın, çapa nə gedib? K gedib. Yəni, x böyükdür 0 deyirsə, deməli, müsbətlərin sayını istəyir məndən. Bu aralıqda müsbətlərin sayını istəyir. Fikir verin, bunlar sıfıra çevirmə nöqtələridir. Sıfıra çevirmə nöqtələridir. Məndən nə istəyir? Sıfırdan böyük olanları. Yəni, mən 48 ilə 79-u götürməyəcəm. Hara götürəcəm? Götürəcəm 49 və bir də nəyi? 49-78 aralığında. 49 ilə 78 aralığında müsbətlər. Çünki mənim müsbət ödənən hissələrim o hissələrdir. 49 ilə 78 aralığı. Bir dəqiqə gözləyin. Mən burada səhv eləməsə qrafikimi düzgün qurmamışam. Mənfi də düşür. Qrafikimi düz çəkməmişəm. Üzürlü sayın. Qrafikimi düz çəkməmişəm. Deməli, ədəd oxum hissəsi baxın. Mənfi 100 və müsbət 100-dür. Bu heç. Çəkirik və deməli, baxın. Mən burada sıfıra çevirmə nöqtələrimi qeyd etsəm, sıfıra çevirmə nöqtələrimin biri 48-dir, biri də 79-dur. Deməli, ədəd oxum xətlərimi çəksəm, baxın, deməli, ədəd oxum xətlərimi çəksək, 48-dən yuxarı müsbət qoydum. Çünki 48-in özü təbii ki, ora daxil deyil. Deməli, burada neyiniyəcəm? Məsələn, 70 qoysam, 70-dən 48-ini çıxsaq, aha, 48, 79 və burada da başlanğıc nöqtələrimiz, başlanğıc nöqtəmiz deməli neçə idi? 100-dən. Deməli, mənfi 100-dən müsbət 100-ə qədər idi. Məsələn, bu aralıqda qeyd eləsəm, bayaq kimi mənfi 70 qoysaq, bura eləyəcək, deməli, mənfi, bura edəcək müsbət, bura edəcək mənfi. Mənə nə lazımdır? Baxın, sıfır nöqtələrim lazım deyil. Çünki mənə deyir ki, x-in sıfırdan böyük qiymətləri. X-in sıfırdan böyük qiymətləri deyirsə, deməli, bu 48, 49, yəni mənə lazımdır 48-dən sonra olanlar. Yəni 49 və bir dənə parçası 78 parçası. Çünki 79 özü də sıfıra çevirir. Çünki bizə o lazım deyil. 78 özü belə sıfıra çevirəcək. İndi bu aralıqdan tapmaq üçün
qalacaq 78-dən 49-un çıxanda, yəni bu aralıqda neçə dənə ədədin yerləşdiyini, müsbət ədədin yerləşdiyini tapmaq üçün 48-dən 78-dən 49-un çıxanda 29, üstünə də 1 gəlsək 30. Deməli, düzgün cavabımız A variantı. Daha sonra bizə nə verib? Deməli, Pythona aid olan sualdır. Deyir ki, Python dilinə yazılmış proqram icrası zamanı klaviaturadan hansı ən böyük? Ən böyük natural ədəd daxil edilməlidir ki, nəticədə 256 çap olunsun. Baxın, 256 çap olunubsa və fikir verin çap olunan indi və indi için qiyməti 1-dir. Yəni 1-i 4-ə biz neçə dəfə vurmaq 256 eləsin? Yəni 4 üstü 4. 4 üstü 4'ümüz 256 edir. Artıq biz bildik ki, ümumi dövrümüz 4 dəfə icra edir. 4 dəfə icra olunubsa, 4 dəfə icra olunub və hər dəfə gəlib A-nın tam hissəsini tapıb və A-nı 2-yə bölüb tam hissəni tapdıqdan sonra yenidən while hissəsində A-nı 2-yə tam hissəyə bölüb 1-lə müqayisə edib. Deməli, bizim dövrdən nə zaman çıxacaq? Bu A bölünsün 2 kiçik bərabərdir 1 olanda. Yəni, ən kiçik vəziyyətdə 1-ə bərabər olmalıdır. Bizdən soruş ki, natural ədəd daxil etməlidir ki, hansı ən böyük natural ədədir? Fikir verin. Deməli, ən kiçik halda bu ən kiçik vəziyyətimizdə belə deyək də bölə-bölə gedirsə, təbii ki, azala-azala gedəcək. Bölüb gediriksə, biz azalma funksiyamız var. Azala-azala gedirik. Mən ən kiçik vəziyyətimdə gətirib bura, deməli, 0-ı yazsam, 0-ı 2-yə bölsəm, yəni burada hansısa bir ədəd 0 alınıb, 0-ı 2-yə böləndə tam hissəmiz 0 edəcək. Ondan sonra nə ola bilər? Tam hissə kiçik ola biləcəyi, yəni ya 3-ü qoya bilərəm, ya da 2-ni qoya bilərəm. Baxın, mənə ən böyük dediyinə görə mən 2-ni qoya bilməyəcəm. Çünki 2 yazsam, 2-ni 2-yə bölən tamam. Tam hissəsi 1 edəcək. 1 kiçik bərabərdir 1-dən. Bu doğru olacaq, şərti ödəyəcək. Amma mənim üçün bu böyük kiçik qiyməti vermiş olacaq. Mənə böyük qiyməti lazımdırsa, deməli mən 3-ü verməliyəm. 3 yazmalıyam bura. Baxın, A-nın qiyməti, yəni burada 3-ü 2-yə bölüb, neyiniyib? 3-ü 2-yə bölüb, tam hissəmiz olub 1, bir də kiçikdir 1-dən, Ümumi dövrüm 4 dəfədir və axırıncı 3 olubsa, axırıncı qiymətin, bax bunu burada bölüb, yəni buranı 3 alıb, daha sonra 3-ü gedib burada yuxarıda 3-ü 2-yə bölüb tam hissəsi 1 alıb. O zaman mən neynəməliyəm? Bunu tapmaq üçün hansı ədədiymiş ki, onun tam hissəsi 3 olub da, yəni. Mən onu necə taparam? 3-ü vuraram 2-yə, üstə gələrəm 1-i. Bu eləyəcək 7. 4 dövr gedib, bu birinci dövr. İkinci dövrümüzdə, deməli 7-ymiş, 7-ni vurub 2-yə, üstünə gəlib 1-i, bu deyib 15. Üçüncü dövrümüzdə neçə olub? 15-i vurub 2-yə edib 31. Dördüncü dövrümüzdə 31-i vurub 2-yə, deməli 62 üstünə də 1-i gəlib 63. Deməli, doğru cavabımız E variantı. 75. Python dilinə yazılmış proqramın nəticəsini müəyyən edin. N bərabərdir 23 və deyir ki, if 23-ü 3-ə böləndə alınan qalıq 1-ə bərabərdirmi? 23-ü 3-ə bölürüksə, alınan qalığımız təbii ki, 1-ə bərabər olmayacaq. Çünki 23-ü 3-ə böləndə alınan qalıq düşür. Tam hissə olur 7. Qalıq hissəmiz olur 2. Yəni, bu doğru deyil. İndi keçirik else hissəsinə. If doğru olmadığına görə else hissəsinə keçirik. 23-ü 3-ə böləndə tam hissəmiz 7. Düzgün cavab B variantı. 76-cı sual bizdən deyir ki, uyğunluğu müəyyən edin. 76-cı sualda. Deməli, birinciyə baxsaq, birincidən bizə piksel ölçünü verib 209 vurulsun 208, yəni 217 və deyir, burada X rəng dərinliyidir. Baxın, rəng çaları yox, rəng dərinliyi kimi verib bizə. X deyir ki, rəng dərinliyidir. X bit. Vuraq X bərabərdir. Həcmi isə 256 kilobaytdırsa, 2 üstü 8 vurulsun 2 üstü 13 deməkdir. Çünki bu hissəmiz bitdədir. X də bərabərdir. 2 üstü 21-i bölsək 2 üstü 17-yə bərabər olacaq 2 üstü 4. Yəni 16. İndi biz tapdıq rəng dərinliyimizi. Deyir, paletada rənglərin maksimal sayı. Rənglərin maksimal sayını deyirsə, deməli bizdən istədiyi rəng çalarıdır. Rəng çalarıdır. Rəng çalarıdırsa, 16 rəng dərinliyimiz varsa, onda rəng çalarımız 216 eləyəcək. Yəni, 1-ə cavab 1-də olacaq cavab. 1-də olacaq A variantı. 1-ə A daha doğrusu. 2-də 2 üstü 9 vurulsun 209, bu eləyir 218. Vuraq X bərabərdir.
3 vurulsun 2 üstü 20 bu bitdədir. Buradan x'i tapsaq, bu da eləyəcək. 3 vurulsun 2 üstü 20-ni bölsək 2 üstü 18-ə getdi, qaldı 2 üstü 2. Yəni 12. 12 bit. Rəng dərinliyimiz isə rəng sarılarımız 2 üstü 12-dir. Yəni 2-yə olacaq C. 1-ə A, 2-yə C. 1-ə A, 2-yə C olmayan variantları atırıq getdi. Deməli, qaldı bir A variantı, bir də B variantı. 3-dən 3-ə baxsaq, 3 nədir? 2 üstü 8 vurulsun 2 üstü 7, yəni 2 üstü 15. Vuraq x bərabərdir 384-ü də. Deməli, 2 üstü 7. 2 üstü 7 vuraq 3 kimi yazsaq, vurulsun 2 üstü 11. Aha, buradan x'i tapsaq, x bərabərdir eləyəcək 2 üstü 18 vurulsun 3 bölünsün 2 üstü 15. Getdi, qaldı burada 2 üstü 3. Yəni eləyir 24. 24'dür bu bizim rəngçalarımız, rəng dərinliyimizdirsə, onda rəngçalarımız 2 üstü 24 olacaq. 3'ə də E variantı. Yəni A, C, E. A, C, E olanda düzgün cavab A variantı. 76-cı sualda A variantı. 77-ci sualda deyir ki, Python dilində yazılmış proqram icrası zamanı klaviaturadan daxil edilə biləcək. Cəmi neçə dənə natural ədəd var ki, hər dəfə 8 ədədə çap olunsun. Tamam, baxaq. Dövrümüzdən nə zaman çıxacaq? S böyük bərabərdir 250 olduqda. Və fikir versək çap olunan K-dı və K-da nə çap olunub? 8 çap olunubsa, hər dəfə K-nın da için qiyməti 1-dirsə, deməli dövr sayımız 7 dəfəymiş. 7 dəfə dövr olunub. Bəs S necə hesablanıb? S bərabərdir. Baxın, K-nın hər qiymətini və bir fikir verir ki, K bir dövr edib, hərəkət edib, yəni bir artıbsa, yəni K-nın için qiyməti 1 imiş, 2, 3, 4, 5, 6, 7, 2, 4, 6, 7 dənə qiymət alıb. Hər dəfə K-nın qiymətlərini S-in üzərinə 5-ə vuralaq gəlib. S üstə gələk. 1 5-ə vurub 5. Üstə gəl 2-ni 5-ə 10. 15, 20, 25, 30, 35. Böyük bərabərdir 250-dən. Deməli, S üstə gələk. 15, 15-in üstünə 15, 30, 50, 50-in üstünə 75, 75-in üstünə 30 gələndə 105, 105-in üstünə 35 gələndə edib 140. Böyük bərabərdir 250-dən, S də böyük bərabərdir 110-dan. Deməli, S-in qiymətini bir dəfə aldıq 110. Bir dövr geri qayıtsaq, artıq 7 dövr yox, 6 dövrünü. 6 dövrünün olsa S üstə gələk. Deməli, S üstə gəlinsin. Yəni 5 üstə gələk. Artıq 7-yə qədər yox, 6-ya qədər bura gedəcək. Üstə gələk 10, üstə gələk 15, 20, 25 və 30. Baxaq görək 1, 2, 3, 4, 5, 6 həqiqətən də kiçikdir 250 yazacaq. Bu zamanda S üstə gəlinsin 15, 30, 50, 75, 105. 105 kiçikdir 250-dən və 250-dən də çıxacaq 105-ini. Bu da nə qalacaq? Deməli, S kiçikdir, ondan 5'in 5, 4, 145. S də ödəyəcək bunu 144. İndi baxın, bir qiymətimizi aldıq 144. Digər qiymətimiz isə 110-dur. Yəni, bu 110-144 arasında qiymətlər ala bilər. Bu arasında nə qiymət var? 110-un özü də daxildir, 144-ün özü də daxildir. 144-dən çıxacaq 110-un, bərabər olacaq 34, üstünə də 1 çıxıb üstə gələk 1 yazaq da bunu. Bərabər olacaq 35-ə. Deməli, ümumi 35 dənə natural ədəd bu şərti ödəyirmiş. 78-ci sualımızın izahına baxaq. 78-ci sualda deyildi ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxın, yenə də funksiyalara aid olan bir sualdır. Deməli, dövr eləyir. For in n, yəni burada i gedəcək. N siyahısının hər dəfə bir elementini götürəcək. Yəni, i bir dəfə gedəcək 125-i, 622-ni, 272-ni götürəcək. Proqramın hamısını bir-bir işləyib və tətbiq edib hesablaya bilərsin, amma təbii ki, daha sürətli sunulan izahı deyəcəm. Deməli, burada baxırıq ki, i gedəcək. Tutaq ki, 125-i götürdü. Gələcək deyəcək n new i. Yəni, belə deyək də, bunu elə mən birbaşa n kimi yox, new kimi işarəliyim. Belə, n üçün ki, artıq var. New tutaq ki, 125. Baxın, bura müraciət etdi. Baxın, bu hissə n1 nəyi tapır? N1. Artıq bilirəm ki, mənim üçün siyahının elementlərini verib ki, siyahının elementləri hər biri 3 rəqəmlidir. 3 rəqəmlidirsə, A-nı 10-a bölüb, yəni A burada 125-ə bərabərdir. 3 rəqəmli ədədi 10-a bölüb
10-a bölüb və bir də 10-a qalıqlı bölmə ilə bölürüksə, biz onun onluq mərtəbəsini tapırıq. Fikir verin, yəni 125-i 10-a böləcək 2 qat bölünməklə, bu 12 olacaq və 12-ni də bir də 10-a böləndə olacaq 2. Yəni 125-in onluq mərtəbəsini tapdı. Və sonradan deyir ki, n1 bərabər oldu 2-yə. İndi bizə deyir ki, n1 2-yə bərabərdirsə, return n1-i qaytarsın, əks halda 0-ı qaytarsın. Və baxıram ki, burada nə zaman əpənd eləyir B siyahısına? 0-dan fərqli olanda. Yəni 0-dan fərqli olmaq o demək ki, yəni 1-dir də 1-i qaytarsın bizim üçün. Nə zaman 1-i qaytaracaq? Onluq mərtəbəsində, yəni bütün həmin o verilən siyahının elementlərinin hansının ki, içərisindəki ədədlərin onluq mərtəbəsi 2-dirsə, onu qaytaracaq. Deməli, baxırıq, bir-bir hesablamağa ehtiyac yoxdur. Baxacam ki, tərkibində 2 olan yoxa, hansının ki, onluq mərtəbəsi 2-dir. Bu da hansıdır? 125-dir, 622-dir və bir də 326-dır. Yəni, B siyahısına bunları əlavə edəcək. 125, 622 və bir də 326. Yəni, düzgün cavabımız olacaq bizim A variantı. Belə, 79-cu sual. 79-cu sual kodlaşdırma sistemlərlə verilmiş cümlənin informasiya həcmi arasındakı deyir, uyğunluğu müəyyən edin. Deyir, qeyd, sözlər arasında bir boşluq simvolu var. Unicoda görə müəyyən olmalıdır və ASCII-yə görə müəyyən olmalıdır. Tamam. Baxaq görək. Unicoda görə yaddaşda nə qədər yer tutacaq, ASCII-yə görə yaddaşda nə qədər yer tutacaq. Baxaq görək bu neçə hərflidir? 1, 2 boşluğa da sayılır təbii ki. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39. 40, 41, 42, 43, 44, 45, 46, 47. Aha. 47, boşluğu da saysaq 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64. Deməli, ümumi burada 64 simvol var. 64 simvol varsa, mən bilirəm ki, ASCII-də bir simvolumuz 1 bayta bərabərdir. Bu ASCII-yə görədir. Unicode-da isə bir simvolumuz 2 bayta bərabərdir. 2 baytdır. Və 64 simvol varsa, baxaq ki, 64 simvol hərəsi Unicode-a görə 1 bayt. Birinci Unicode-u verib deyə, bir simvol 2 baytdır. O zaman neçə eləyəcək? 128 bayt eləyəcək. Yəni, biri olacaq C. C baxıram ki, 2-dən nədir deyə. Bir də C ilə başlamayanları atsaq. Deməli, sonra deməli, bu edəcək 120, yəni 2 üstü 7 bayt eləyir. Biz bunu bitə çevirsək, 1 baytımız 8 bitdirsə, yəni 2 üstü 3-dür, vursam 2 üstü 3-ə, bu da eləyəcək 2 üstü 10 bit. O zaman 1-ə olacaq C, bir də E. 1-ə C, E variantı olan, baxırıq ki, deməli, E variantı da getdi, ya A-dır, ya da B variantıdır. Onda o zaman ASCII-ni müəyyənləşdirək. 64 simvoldursa, elə 64 bayt eləyəcək. 2-yə olacaq A. 64 baytdırsa, yəni 2 üstü 6-dır. Biz bunu bitə çevirsək, eləyəcək 2 üstü 9 bit. Deməli, A, D. 1-ə C, E, 2-yə də A, D. Doğru cavabımız A variantı. Sonra 80-ci sual. 80-ci sual, deməli, Excel diaqramlara aid olan sualdır. Diaqramlarımız da bu hissədə verilib bizə və faiz göstəriciləri 10, 30, 40, 20-dir. Baxaq, deməli, bizə gəlin görək hansı diapazon əsasında deyilir. V1, V4, yəni baxın bu diapazon əsasında qurulub diaqramımız. V1-i tapsaq, W-mızda yəni. V1-imiz nədir? X1, X1 3, vurulsun Y1, yəni 9, üstə gələk Z1, yəni 4. Bu edəcək 39. V2-ni tapsaq, Y2, yəni 4, vurulsun X2, yəni 6, üstə gələk Z2, yəni 7. Bu decədə 52. W, V3-ü tapsaq, bu da eləyəcək Z3. Z3-ümüz deməli 2, vuraq. X3-ümüz elə X3 istəyir bizdən. Üstə gələk Y3, yəni 5. Mötərizə vurub atsaq, edəcək 2, X3, üstə gələk 10. Və V4-ümüz də ki, verilib 13-dür. Baxın, faiz göstəricilərinə baxsaq, faiz göstəricilərimiz 20, 10, 30, 40 faizindədir. Baxıram ki, ən böyüyüm 52, deməli bu 40 faizidir. Sonra ən kiçiyim isə 13-dür. Bu edəcək 10%.
Sonra bu edəcək 30% və bu isə edir 20%. Baxın, faiz göstəricənə görə hərəkət etsəm, deməli W2-im, yəni V2-im 40-dır, V3-üm isə 20%-dir. Deməli, mən 20% olanı 2-yə vursam 40%-ə bərabər eləyə bilərəm. Yəni, 2x3 üstə gələk 10-u 2-yə vursam, bərabər eləyərəm, baxın, 40% olan, yəni 52-yə. 52-yə bərabər eləsəm, buradan 2x3 üstə gələk 10 bərabərdir 26-ya. 2x3 bərabərdir 16-ya, o zaman da x3 bərabərdir 8. Bizdən də zaten x3-ün qiymətini istəyirdi. X3-ümüzün qiyməti oldu 8. Deməli, 80-ci sualda doğru cavabımız 8. Yəni, C variantı. C variantı. Növbəti sual 81-ci sual. Ən asan suallardan biri idi. Düzgün IP ünvan deyir. Gəlin, IP ünvanları yadımıza salaq. IP ünvanlar 4 oktetdən ibarət olurdu və 3 nöqtə ilə bir-birindən ayırırdı. IP ünvanlar 0-255 aralığında qiymətlər alırdı. 255-dən artıq ola bilməzdi. Dediyim kimi 4 hissədən ibarət olur və 3 nöqtə ilə bir-birindən ayrılır. Məsələn, bir dənə x, y dəyişən şəklində yazsaq, IP ünvan yazsaq, x nöqtə, y nöqtə, z nöqtə, tutaq ki, m, yəni belə bir şey yazaq. Baxın, 4 dənə oktetdən ibarətdir və bir-birindən 3 nöqtə ilə ayrılır. Və təbii ki, bunların hər biri yalnız 0-255 aralığında qiymətlər ala bilər. 0-255 özü daxil olmaq şərti ilə. O zaman variantlara baxsaq, düzgün IP ünvanı istədiyinə görə 256 ola bilməz. B variantına baxsaq 612 ola bilməz. Sonra C variantına baxsaq 1, 2, 3, 4, 5 hissədən ibarətdir. Bizə deyir ki, IP ünvanı 4 hissədən ibarət olur və yaddaşda bunu da deyim ki, 32 bit yer tutur, yəni 4 byte. Sonra E variantına baxsaq, E variantında 265 də ola bilməz. Doğru cavabımız olur D variantı. Aha, sonra buranı təmizləyim, bu hissəyə düşüb çünki. Baxırıq 82-ci suala. Deyir ki, məktəbin şagirdləri haqqında verilən bazasının əlaqəli cədvəllərindən fraqment verilib və 7-ci sinifdə boyu 160 sm-dən böyük neçə şagird var. Baxın, 2 dənə əlaqəli cədvəldir. Mən birinci siniflərin aidisini müəyyən etməliyəm. 7-ci sinif dediyinə görə mənim 7-ci sinif olanların kodu. Baxın, 1-5-dir. Sonra 7B, yəni 6-dır. 7C, 7 kodudur. Aha, və bir də 9 var, 7-dir. İndi baxaq, 7A, yəni kodu 5 olanlar, sinifin aidisi 5 olan. Sinif aidisi 5 olan hansıdır? Baxın, biri budur. Bu ödəyəcək bu şərti, çünki 160-dan böyük olsun deyir. Sonra 5 olan başqa varmı? Bəli, var. 158, yəni Teymur bu ödəməyəcək, çünki 160-dan böyük deyil. 5 olan başqa yoxdur. Sonra baxırıq, deməli kodu sonra nə idi? 6. 6 olanlar, 6 olanlar, baxın biri budur. Nəriman 1.83'dür boyu, bu doğru. 6 olan başqa varmı? Yox, yoxdur. Sonra 7C, yəni kodu 7 olan, 7 olan Xəlildir. Bəli, boyu 160-dan böyükdür. Bu da ödədir və bir də kodu 9'dur. 9 olan isə bir dənədir. O da 159'dur. Ödəmir bu şərti. Deməli bizdən soruşur ki, 160 cm-dən böyük neçə şagird var? Biz də tapdıq ki, 3 dənə şagirdimiz var. Doğru cavab D variantı. 83-cü sual. Bu da say sistemlərinə aid olan ən asan sualdır. Halbuki biz belə deyək də əvvəlki illərdə daha çətin say sistemləri sualları görmüşük. Sualımızın izahına baxaq. Sualı təbii ki, siz açmaqla onluq say sisteminə çevirməklə də edə bilərsiniz, amma vaxt aparar. Bunun üçün elə alt-alta normal qayda ilə toplaya bilərsiniz. X yazaram və bir də 531 ayağında X yazaram. 5, 0, 1, 1. Bu formadadır X. Baxın, 4-ün üstünə 1 gəlib 5'i. Mən 5'i bura rahatlıqla yaza bilirəmsə, deməli bu X nədir? X 5'dən böyük say sistemidir. Çünki 5'in özü ola bilməz. Yəni burada 6, 7, 8 və s. Sonra baxıram ki, 4'ün üzərinə 3 gəlib 7. Təbii ki, 6 olmayacaq artıq. Çünki tutaq ki, 4'ün üstünə 3 gəldim 7. 7 altılıq say sistemində yox idisə, mən 7-dən 6'sını çıxıb 1 yazmalıydım bura. Amma 1 yox, 0 yazılıbsa, deməli bu hansı say sistemidir? 7'dir. Çünki 7 7'li say sistemində yoxdur. 7'dən 7'nin içərisində
7'li say sistemini, yəni 7-nin içərisində 7 bir dənə yerləşirsə, 7 çıxılsın 1 vurulsun 7. Bu eləyəcək 0 yazacağam. Bax bu 0-ı yazıb 1-i yadda saxlayacağam. 0 yazdıq 1 yadda. 2-nin üstünə 5 gəldim 7. Bir də yadda 8. 8 7-li say sistemində yoxdur. 8-dən çıxdım. Bir dənə 7-ni qaldı 1. 1-i yazdım, bu 1-i də yadda saxladım. Artıq hesabımın bitdiyinə görə yadda qalan 1-i də, yəni bunu da gətirdim, yerləşdirdim qarşıya. Deməli, bizdən soruşur ki, x əsaslı say sisteminin ən böyük rəqəmisi. Mən tapdım ki, x-im mənim 7-likdir. Baxın, uşaqlar burada ən asan bir sual idi, amma çoxsu abituriyentlər səhv eləyib, yəni sualı axıra qədər oxumayıb, diqqətsizlik olub. Deyir ki, x əsaslı say sisteminin ən böyük rəqəmlisini deyir. Bəziləri götürüb elə 6-nı verib, yəni cavab tapıb ki, 6-dır. Elə biliblər ki, ən böyük rəqəmini soruşur. Amma baxın, ən böyük 3 rəqəmini soruşursa, deməli, istənilən bir say sisteminin ən böyük, belə deyək, rəqəmləri eyni olan deyirsə, burada 600, yəni belə deyək ki, öz rəqəmi özündən bir vahid aşağı olandır. Yəni 666. Cavabımız bu formadaydı. Sonra 84-cü sual. 84-cü sualda deyilir ki, n bərabərdir 0, k bərabərdir 1. Nə qədər ki, k 12-dən kiçik bərabər olacaq, dövrümüz davam edəcək. Tamam. Deməli, n-imiz 0 verib, k-mız 1 verib, 1 qiymətində 1 kiçik bərabərdir 12-dən. Hə, onda n bərabərdir, n plus k, n-imiz olacaq 1. K hələ ki 1-dir, 1 5-ə bölünmür. Keçir elsə, k-mız olur 5. İkinci dövrümüzdə 5 kiçik bərabərdir 12-dən, hə. N bərabərdir, n plus k, yəni 6. 6 5-ə bölünmür. Deməli, k bərabər olur 9. K-mız oldu 9. Üzr istəyirəm. Mən 6-nı 5-ə böldüm burada. K-nı 5-ə bölməliyik. 5. 5 5-ə bölünəndə alınan qal 0-a bərabərdirmi? Hə. Onda k bərabər olacaq 6-ya. K-mız 6. Qalxacaq yuxarıya. 6 kiçik bərabərdir 12-dən, hə. Onda nə edəcək? N bərabərdir, n plus k, yəni 12. Və k-mız artıq 6-dır. 6 5-ə bölünmür. Keçir elsə k bərabər olur 10. Aha, qalxır yuxarıya, 10 kiçik bərabərdir 12-dən, hə, n bərabər olacaq 22-yə və k, onu da 5-ə böləndə alınan qalıq 0-dır deyə, k bərabər olacaq 11. K-mız 11, qalxır yuxarıya, 11 kiçikdir 12-dən, hə, onda n bərabər olacaq 33. Aha, k da bərabərdir, 11 5-ə bölünmür və düşür elsə, k-mız oldu 15. Qalxacaq yuxarı, 15 kiçik bərabərdir 12-dən, yox. Dövrdən çıxacaq, yəni heç bu hissəyə girə bilmir artıq və düşür print n plus k-nı çap eləyir. N-imiz 33, k-mız isə 15. Ümumi edəcək 48. Doğru cavabımız 48. Sonra 85. 85-də deyir ki, qrafin qonşuluq matrisinə əsasən A təpəsindən E təpəsinə neçə müxtəlif yol ilə getmək olar? Baxın, baxaraq ki, burada yönəlmiş qrafa aiddir. Necə bilirik? Məsələn, baxaram A-dan B-yə yol var, amma B-dən A-ya yol yoxdur. Yəni, istiqamətli qrafdır. A-dan B-yə çəkəcəm. A-dan B-yə. Sonra A-dan hara yol var? A-dan C-yə. A-dan D-yə yol var. Bir də A-dan E-yə yol var. Sonra B-dən A-ya yoxdur. Bir də B-dən yalnız hara yol var? B-dən E-yə yol var. B-dən E-yə. Fikir versək B-dən E-yə yol var, amma E-dən B-yə yoxdur. Çünki yönəldilmiş qraf. Sonra C-dən hara yol var? C-dən D-yə yol var. C-dən D-yə yol var, amma D-dən C-yə yol yoxdur. C-dən D-yə və bir də C-dən F-ə yol var. C-dən F-ə. Sonra D-dən E-yə yol var. D-dən E-yə. E-dən yol yoxdur. Sonra F-dən də D-yə yol var. Baxın, buradan da bura yolumuz var. İndi məndən nə istəyir? Deyir, A təpəsindən E təpəsinə neçə müxtəlif yolla getmək olar? Bunun da asan bir qaydası var. Girişi toplayıb çıxışa yazma qaydası. Baxıram ki, A-dan çıxanları birinci yazacağım. A-nın çıxışlarını. 1, 1, 1, 1. B-nin girişi neçə oldu? B-yə giriş bir dənə A-dandır. B-nin girişi 1-dir. Deməli, B-dən hara yolu varsa, o da E-yədir. 1 olacaq. C-nin girişi eyni qayda ilə C-yə bir dənə A-dan yol var.
Başqa yol yoxdur. C-dən. Deməli, bura olacaq 1. C-nin girişi 1-dirsə, çıxışı da 1 olacaq. 1. Baxaq, sonra baxaq deməli F-in girişinə. F-in girişi hansıdır? F-ə bir dənə C-dən giriş var. 1-dir. Burada deməli olacaq 1. Sonra baxıram ki, E-nin girişi. E-nin girişini biri A-dandır. Sonra D-nin girişini tapaq, E-nin girişini tapmaq üçün. D-nin girişi 1 buradan, 2 və bir də buradan 3. Deməli, D-yə hara çıxış varsa, D-dən E-yə çıxış var. Bura 3-dür. Tamam. Mən E-nin girişini rahatlıqla tapa bilərəm. 1 buradan, 3 də buradan. Yəni 1 üstə gələk 1, üstə gələk 3. Bu da edəcək 5. Doğru cavabımız 5 idi. 86-cı sual. 86-cı sual çox gözə görünəndə çox uzun bir sualdır. Amma həqiqətən də yəni çox asan idi. Baxaq, alqoritm icrasından sonra A dəyişəninin qiyməti neçə olar? A-mız 30, B-miz 50. Baxın, adi budaqlanan alqoritmə aid dövrü yoxdur. Deməli, deyir ki, A vurulsun 3. A-mız neçədir? A-mız deməli 30-dur. 33-ə vuranda 90 kiçikdir. 50 vur 2, 100. 90 kiçikdirmi 100-dən? Hə. Deməli, artıq yox qolu ilə biz hərəkət etməyəcəyik. Bu istiqamət getməyəcək. Hə qoluna gəldim. Deyir ki, A B-yə bərabərdirmi? A-mız 30, B-miz 50-dir. B-yə bərabərdirmi? Yox. Yenə yox qol, hə qolundan işləməyəcəyik. Yox qoluna düşəcəyik. Deyir ki, A, yəni 30 böyükdürmü B bölünsün 2-dən? 50-ni bölürük 2-yə, bu deyilir 25. 30 böyükdür 25-dən? Hə. Yenə yox qolu getdi, hə qolundan hərəkət eləyəcəyik. A bərabərdir B minus A. Yəni 50-dən çıxacam 30-un 20. Və mənə çapda da A-nı istəyir. Zaten doğru cavabımız 20. Sonra 87-ci sual. 87-ci sualda deyir ki, deməli, uyğunluğu müəyyən edin. Aha. 87-ci sualımıza baxaq. 87-ci sualda deməli uyğunlaşdırmaya aiddir. Birinciyə baxsaq, verib bizə deməli 60 vuraq 224 bit. Baxıram ki, baytda, bitdə və megabaytdadır. Deməli, 1-ə təbii ki, C ola bilməz. Çünki onsuz da bu bitdədir elə. Megabayta çevirsəm, 224 bitdir. 1 megabaytım 223 bitdirsə, deməli, biz kiçik ölçü vahidindən böyük ölçü vahidinə, yəni bitdən megabayta keçiriksə böləcəyik. Yəni 223-ə böləcəm. Gedəndə qalacaq burada, deməli, 2/1, yəni 2, 60-ı da 2-yə vuranda 120 megabayt. Deməli, 120 megabayt 1-ə oldu. D. Başqa görək uyğun gələn varmı? Bitdədir, bayta çevirsəm. Deməli, bölməliyəm 3/3-ə. O da olacaq 60 vurulsun 220. Belə bir cavab yoxdur. Deməli, 1-ə elə ancaq D-dir. 2-də 160 vurulsun 2/18 baytdadır. Yenə də biz bunu megabayta çevirsək, 2/20-yə böləcəyik. Çünki bizim 1 megabaytım 220 bayta bərabərdir. Getdi. Qalacaq burada 2/2. 160 yəni bölünsün 2/2, yəni 4. Bu da eləyəcək 40 megabayt. 2-yə oldu E variantı. 3-də isə bizə verib 30 vurulsun 2/13 kilobayt. Biz bunu bayta çevirsək, bölməliyik 2/10-a. Bu getdikdə, daha doğrusu megabayta çevirsək, edəcək 2/3. Deməli, 30 vurulsun 8, bu deyilir 240 megabayt. 3-ə A. Baxaq görək digər uyğun gələn varmı? Bəs yaxşı. Kilobaytdadır. Biz bunu bayta çevirsək necə eləyərik? 30 vurulsun. 30 vuraq 2/23. Biz bayta çevirsək, deməli 1 kilobaytımız 1024 baytdırsa, yəni 2/10-a vuracağıq. Bu da edəcək 30 vurulsun. 213 idi burada. 23 yazmışam. 30 vurulsun 2/23 bayt. Baxıram belə bir cavab yoxdur. Amma fikir verin B-yə. B-də deməli 30-u parçalayıb, yəni 15 vurulsun 2 vurulsun 2/23 kimi yazsaq, bu da edəcək 15 vuraq 2/24 bayt. Yəni 3-ə həmçinin B variantı da uyğun gəlir. 1-ə D, 2-yə E, 3-ə isə A, B. İndi isə gəldik artıq ətraflılarımıza 88, 89 və 90-cı sual. 88-ci sualımıza baxaq. 88-ci sualda deyilir ki,
Bizə funksiya verilib, daxil edilmiş n sayda x tam ədədi üçün. Baxın, n sayda x tam ədədi üçün deyirsə n sayda. Yəni burada n daxil edən hər hansı bir belə deyək ədəddir və biz həmin ədədin sayı qədər element daxil etməliyik, ixtiyari elementlər daxil etməliyik. İlk öncə başlanğıc n sayda ədədimiz, yəni n-imizi daxil etməliyik ki, biz bu qədər ədəd daxil edəcəyik. N-imizi daxil etdikdən sonra bizə deyir ki, baxın, x tam ədədi üçün y funksiyasının qiymətini hesablayıb alınan qiymətlərdən 60-dan böyük olanların cəmini. Cəm deyirsə, deməli, cəmin ilkin qiyməti 0-dan başlayacaq və dövrümü hərəkət etdirmək üçün, yəni mən n dənə ədədimi daxil etmək üçün ilk ədədimin verilməsi üçün i-yə 1 qiymətini verirəm. Yəni 1-dən başlamalıyam. Bəs dövrüm hara qədər davam edəcək? İlk qiymətim 1-dir, sonuncu daxil edəcəyim isə n dənədir. Yəni n-ə qədər n-in özü daxil olmaqla i kiçik bərabərdir n. 1-dən n-ə qədər n daxil olmaqla ədədlər daxil edəcəm. Gələcək n kiçik bərabərdir n-dən hə. Mən artıq burada ədədlərimi verəcəm. X tam ədədi, yəni hər dəfə bu dövr daxil nə qədər ki dövrüm ödənəcək, şərtim ödənəcək, həq oluna gələcək, mən bir x ədədi daxil edəcəm. Sonradan isə bütün x-lər, yəni hamısı yoxlanacaq. Əgər x-lər deyir ki, x əgər x-in böyüksə 75-dən, x 75-dən böyükdürsə, bu halda bu şərtimdə x-in 75-dən böyük qiymətləri gedəcək. Yəni həq olunda 75-dən böyük 76, 77 və s. Bu qolda nəyə hesablanacaq? Y bərabərdir 2 vuraq x çıx 56-nı hesablayacaq. Yerdə nə qaldı? Yerdəki şərtim x kiçik bərabərdir 75 və həqiqətən də 75-dən böyüklər gedibsə, 75-in özü və 75-dən kiçiklər qalıb. Deməli, mənim bu şərtim əlimdə qalan qiymətlər üçün keçərlidir. Əlavə bir şərt blokuna ehtiyac yoxdur. O zaman yox qolunda da, üzr istəyirəm, burada hə yazmışam, yox qolunda da y bərabərdir 10 vuraq x üstə gələ 7-ni hesablayacaq. Hesabladıqdan sonra mənə deyir ki, bunlar birləşəcək. Mənə deyir ki, alınan qiymətlərdən 60-dan böyük olanlar, yəni y-in qiyməti hesablanacaq və sonra gəlib yoxlayacaq ki, hansı 60-dan böyükdür? Y böyükdürsə 60-dan, onda onların cəmini hesablasın. Hə, həq olunda s bərabərdir s plus y. Cəmini hesablasın. Yox qolu üçün mənə heç bir şərt qoymayıb, yox qolunda da gəlib birləşir bu hissiyə. Yox qolunda da gəldi birləşdi bu hissiyə və gələcək, baxın bu hissədən məndə yer qalmadı. Bu hissədən gəlib birləşəcək i bərabərdir i plus 1 edəcək və dövrümə qayıdacaq. Dövr bitdikdən sonra isə yox qolunda s-imizi çapa verəcək. Bu 88-ci sualımızın blok sxemi. Keçək 89-cu suala. 89-da deyir ki, klaviaturadan daxil edilən A və B və həmçində A kiçik tipi natural ədədlər üçün AB parçasında yerləşən tək ədədlərin kvadratları olan ədədlərin, məsələn 9, 25 və s. sayını belə ədəd yoxdursa, yoxdur sözünü çap edən proqramı deməli Python dilində yazın. Aha, tamam. Deməli, bizə deyir ki, A və B natural ədədləri üçün, deməli mən A-nın qiymətini daxil etməliyəm. A bərabərdir integer input. Həmçinin B-nin qiymətini daxil etməliyəm. B bərabərdir integer input. Daxil etdikdən sonra deməli dövrüm hara qədər getməlidir? A-dan B-nin özü daxil olmaqla şərtlə B-yə qədər. Çünki AB parçası deyirsə, bura A da daxildir, B də daxildir. Deməli mən dövrdə tək ədədin kvadratları olan ədədlərin sayını. Say deyir üçün, say üçün bir dənə tutaq ki, burada K dəyişəni verirəm, sayacaq və saymanın ilkin qiyməti 0-dan başlayır. Dövr hara gedir, geçsin? For i in range. Deməli, A-dan B plus 1-ə qədər. Əgər mən B-yə qədər yazsaydım, B-nin özünü götürməyəcəkdi. Amma baxın, parçamda B-nin özü daxildir. Mənə verib B-nin özü daxil. Və gəlsin yoxlasın. Əgər deməli i üstü, çünki i gələcək A ilə B parçası arasındakı qiymətlər alacaq. i üstü 0,5 bərabərdirsə
integer i üstü 0.5'ə. Düşsün aşağı növbəti if. Növbəti if iç-içə ifdir. Yəni bu zaten bu ödəndikdə ödənəcək. Gəlsin, yoxlasın if əgər həmçinin i-nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə. Çünki bizə nə deyir? Deyir ki, tək ədədlərin bərabərdirsə, gəlsin, saysın. K bərabərdir, K plus 1 etsin və sonda bu bitdikdən sonra, bu dövr bitdikdən sonra gəlsin bir dənə if qoysun. Desin ki, K bərabərdirsə 0. Yəni K nə zaman 0 olacaq? Elə bir ədəd olmayanda. Print çap eləsin ki, yoxdur. Yoxdur. Else əks halda çap eləsin print mənim sayımı, yəni K-nı çapa versin. Aha, növbəti sual 90-cı sualdır. 90-cı sualda bizə nə deyilir? Deyir ki, en sayda tam ədədlər boş siyahıya. Deməli, burada, mən həmçinin burada sizə özünüzdən ixtiyari bir boş siyahı yaratmanı öyrədəcəm. Yəni, siyahı yaratma funksiyasını. En sayda tam ədəd deyirsə, n bərabərdir integer input. Integer input en sayda tam ədəd deyir. Deyir ki, baxın, əgər boş siyahıya, mən bir dənə tutaq ki, burada A siyahısı verəcəm. A siyahısı mənə verilən siyahıdır. Sadəcə mən özümlə yazıram. Bir dənə də B boş siyahısı verəcəm. Sonradan alınanları buraya əlavə edəcəm. Deyir ki, hər bir elementi ilə onun ən kiçik elementinin cəmini. Aha, tamam. For i in range. Dövrüm hərə qədər geçsin, dövrüm n-ə qədər geçsin. Çünki n dənə ədəd daxil etməliyəm. Və hər dəfə gəlsin mənə n sayda tam ədəd deyil, mən hər ki siyahı yaradıram. Yəni A siyahısını yaradıram özümlə. Ki sonradan o siyahının elementlərinə müraciət edeyim, onun hər bir elementi ilə minimumunu cəmləyim. Aha. For in range equals integer input. Input daxil etdi. Və bir də abituriyentlərin çaşdığı bir məqam olmuşdu ki, burada tutaq ki, A siyahısı yaradılıbsa, hər dəfə yeni element daxil olunubsa ora, sonradan da cəmləmə funksiyası yerinə yetiribsə, yəni biz belə deyək də, onun ilkin elementindən yoxsa sonra yaranandan toplayacağıq. Təbii ki, burada açar olaraq bizə deyir ki, ilkin siyahının hər bir elementi ilə. Aha, tamam, davam edək. X bərabər integer input və həmin bu daxil etdiyimiz ədədləri A siyahısına əlavə etməliyik append funksiyası ilə. A nöqtə append x. Baxın, artıq mən burada bir dənə A siyahısını yaratdım. Bu siyahı yaratma funksiyasıdır. Özümüzdən siyahı yaratma. Siyahı yaratdıqdan sonra deyirəm ki, mənə deyir ki, klaviaturda daxil edilən elementlər ilkin siyahının hər bir elementi ilə onun ən kiçik elementini. Bəli, başlayın mən ən kiçik elementini tapım. N bərabərdir. Deyirəm ki, minimum A. Yəni bu M A siyahısının ən kiçik elementini tapacaq, özünə mənimsədəcək. Daha sonra artıq A siyahısının hər bir elementinə müraciət etməliyəm axı. For i in A. Geçsin A siyahısından elementləri bir-bir götürsün. Götürdükdən sonra gəlsin. Desin ki, deməli, K bərabərdir. Minimum, yəni M. Üstə gəlinsin, i də elementə bir müraciət eləyir, 1-1. M üstə gəlinsin, i. Və bunu hər dəfə də B siyahısına əlavə eləsin. B nöqtə append K. Əlavə etsin və print B-ni çapa versin. Belə. Deməli, bütün sualların izahı bitdi. Nəsə sualınız olarsa, videonun şərh bölməsinə yaza bilərsiniz, soruşa bilərsiniz. Videonun altından əlaqə nömrəsi də qeyd edəcəm. Növbəti tədrisləri üçün və həmçinin ikinci şans imtahanları üçün qeydiyyat davam edir. Qoşulub balınızı artıra bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.